Salam gözəl xanımlar, necəsiz? Bugün mən sizə çox asan və sadə, tez bir zamanda hazırlanan və ən əsası da uşaqlarınızın çox sevəcəyi toyuğun döşətindən kotlet, püredən də bu cür yeməyi hazırladım. Videonu izləyin, videonu bəyənib kanalıma abunə olmağı da unutmayın. Kartofun qabığını soyub suda bişiririk. Pireni əzib üzərinə bir xörək qaşığı un, şüyüd, paprika, duz əlavə edib qarışdırırıq. Hazırladığım qarışımdan bu cür balaca küftələr eləyib suxaridə də fırlatdıqdan sonra hər tərəfi suxari oldu. İndi 200 dərəcədə 15 dəqiqəyə qızartdıq. Çəkilmiş toyuğun döşətini küftə formasında edib yaslıladandan sonra 200-ünü də suxari etdim. Yeməyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Mənə də xoş olsun.